İranın bilirik ki, Xarici İşlər Naziri Abbas Arakçı da həm Zelenskiyə mesaj göndərib, həm də digər şəxslərə. Zelenskinin Davosdakı açıqlamaları İranda əməlli başlı qıcıq oyadı və deyir ki, biz əslində özümüzü necə müdafiə edəcəyimizi bilirik və Ukraynanın düşdüyü vəziyyətlə bağlı bir növ qarşı tərəfi, yəni Zelenskinin məsxərəyə qoyur. Bugün İran və əslində Ukrayna arasındakı bu gərginliyin də səbəbi bəllidir. İran hər zaman Rusiyaya dəstəyi ilə seçilib və bilirik ki, dronlar da, PUA-lar da Ukrayna ərazisində vurulub, İrana məxsus olan. Zelenski də hər zaman İran xalqını bu proseslər müddətində ayağa qalxmağa çağırdı. Zelenskinin açıqlamaları İranda bu qədər qıcıq doğurubsa indi, bundan sonraki proseslərdə Rusiyaya İrandan daha çoxmu dəstək gələcək? Əlbəttə ki, çünki İranın Rusiyanı dəstəkləməkdən başqa hazırda deyək ki, alternativi yoxdur. Yəni, ya Qərblə anlaşmalıdır, ya da ki, Rusiyaya maksimum şəkildə dəstək verərək həmin o şərq blokunun, şərq ittifaqının möhkəmlənməsinə çalışmalıdır. Yəni, bugün İranın Rusiyaya dəstək verməsi əslində gələcəkdə hansısa bir müharibə olarsa, yəni Qərb ölkələri yenidən İrana qarşı hücum edərsə, real şəkildə Rusiya və Çindən dəstək olmaqdır. İranın əsas məqsədi məhz budur. Təbii ki, bu da real olaraq Ukraynada qıcıq oyadır və Ukrayna rəhbərliyi İrana aidiyyatı olmayan bir müharibədə İran silahlarının iştirak etməsini qınayır. Yəni, rəsmi Kiyevin bu mövqeyi əlbəttə ki, başa düşüləndir. Sadəcə olaraq İran özünü qorumaq üçün, Qərbin qarşısında özünü qorumaq üçün məhz Rusiyaya bu cür stavkalar edir və bundan sonraki müddətdə də əlbəttə ki, real olaraq İranın Rusiyaya bu şəkildə silah dəstəyi davam edəcək. Bu nə vaxt kəsilə bilər? Tehran Vaşinqtonla anlaşmaya gedərsə, yəni Amerika Birləşmiş Ştatlarına İrana qarşı təzyiq gələrsə ki, Rusiyaya yardım etməsin çox da, bu yöndə bəli, müəyyən anlaşma olarsa İran bu məsələdə artıq Rusiyaya köməyini dayandıra bilər. Həm də açıq desək, keçən ilki 12 günlük müharibədə və ondan sonraki proseslərdə Rusiyadan İrana istənilən dəstək gəlmədi. Bu da İranda geniş şəkildə müzakirə mövzusu oldu. Buna görə gələcəkdə bu dəstək, yəni İrandan Rusiyaya gedən dəstək zəifləyə bilər.